Qaçqınlara verilən yerlər var. Bir aydır mən yaşayıram bunun içində. Cəbrayıl sakininin yeni köçürüldüyü evin keyfiyyətindən şikayət etdiyi video qısa müddətdə sosial mediada geniş müzakirə olundu. Lakin hadisədən bir gün sonra həmin şəxsin üzr istədiyini əks etdirən müraciət yayılıb. Mənim bu işlərimin hamısını yerinə yetirəcəklər. Heç bir problem yoxdur. Və ona görə də təyinatı hesab eləyim. Mən də heç kim də hallandırmasın, heç kim də eləməsin ki, deməsin ki, budur, budur. Buna baxmayaraq yeni yayılan videoya münasibət bildirən çoxsaylı sosial şəbəkə istifadəçiləri müraciətin hakimiyyət orqanlarının təzyiqi ilə çəkdirildiyini iddia ediblər. Azərbaycanda şikayət səsləndirən şəxslərin sonradan üzr və peşmanlıq ifadə edən çıxışlarının yayılması isə yeni hal deyil. Bir neçə il əvvəl etiraz aksiyası zamanı səsləndirdiyi fikirlərlə tanınan bu qadın nümunəsində olduğu kimi. Alo, bura bax! Qarabağda Paşinyan at oynadır, Hani? Müxalifətin nəzərinə çatdırıram. Alo, bəsdirin. Məni öz oyunlarınıza alət etməyin. Sosial və siyasi elmlər üzrə tədqiqatçı Samirə Ələkbərli düşünür ki, bu şəxslərin üzr videolarını özlərinin səmimi şəkildə çəkməsi inandırıcı deyil. O deyir ki, bu cür videolar hakimiyyətlərin cəmiyyət üzərində güc və nəzarəti möhkəmləndirdiyi ölkələrdə bir neçə funksiya yerinə yetirir. Onun üzr istəməsi, onun özünü təqsib etməsi, cəmiyyətdə hansı nəzarət çərçivələri və yaxud da hansı qaydalar çərçivəsində hərəkət etməli olduğunu bir daha xatırladı. Yəni bir fərd kimi cəmiyyətdə, bir vətəndaş kimi cəmiyyətdə etibarlılığı sarsıdılmış olur və bu xüsusilə total nəzarət saxlamaq istəyən cəmiyyətlərdə istifadə olunur ki, vətəndaşların bir-birlərinə inamı azalsın. Tədqiqatçının sözlərinə görə hakimiyyətin bu cür videoların yayılmasında məqsədi həm cəmiyyətə qorxu mesajı ötürmək, həm də müəyyən narrativləri özünün münasib bildiyi tərzdə yazmağa çalışmasıdır. O əlavə edir ki, tarix boyda bu cür aktlar olub, lakin sosial medianın mövcudluğu bunu asanlaşdırıb. Lakin biz tarixdə bilirik ki, orta əsrlər dövründən hətta meydanlarda, yəni şəhər meydanlarının ortasında İnsanlar cəzalandırılırdı, daşqalaq edilirdi, edam olunurdu və s. və bu xüsusilə car çəkilirdi. İnsanlar həmin meydana toplanılırdı və onların bu cəzalandırılma, bu deməli zorakılıq aktlarına baxmaları deməli tələb olunurdu. Şikayət edən insanların sonradan üzr istəməsi təkcə Azərbaycana xarakterik hal deyil. Rusiya, Belarus, Türkiyə kimi ölkələrdə də tənqidi çıxışları ilə məşhurlaşmış şəxslər sonradan üzr istəməli olub. Samirə Ələkbərli deyir ki, buna avtoritar rejimlərdə tez-tez rast gəlinir. Çünki məqsəd həm də legitimliyin bu cür qorxu yaradaraq istehsal olunmasıdır.